Hər vaxtınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran sizləri salamlayıram. Bugün deməli 15 avqust 2026-cı ildir. Həftənin 6-cı gündür. Saat deməli 18:47-dir. Deyə bilərsiniz, yəni bu saatda nə çəkiş, nə yəni belə video. Bu günlərim həftənin 6-cı günü bilirsiniz. Göyçay maşın bazarının fəaliyyətdə olan günüdür. Mən də səhər yəni gedə bilmədim müəyyən problemlərə görə çəkiş eləmək. Axşam sizlər üçün Göyçay maşın bazarında axşam bazarından çəkiş eləyəcəm. Həmçinin canlı yayımımız da olacaq. Bildiyiniz kimi Göyçay maşın bazarında artıq axşam bazarda fəaliyyət göstərir və canlı yayım olur. Bildiyiniz kimi yəni hər gün Göyçay maşın bazarında axşam bazarı olur, canlı satış olur. Mənim səhifəmdə və başqa bir qardaş var, Bakir qardaş, buradan da onu salamlayıram. Onun da səhifəsində canlı satış olur. Nəsə, izləmədə qalın, söhbəti çox uzatmıram. İnşallah Göyçay maşın bazarının girişindən sizlərə çəkişə davam eləyəcəm. İzləmədə qalın. Bir daha salam, hər vaxtınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran hər birinizi salamlayıram. Gəlmişəm Göyçay maşın bazarının girişindəyəm. Təbii ki, Göyçay maşın bazarının gecə bazarı fəaliyyətdədir, bilirsiniz. Gəlmişəm, inşallah gecə bazarından çəkişlərimiz olacaq. Maşınlara yaxınlaşacağım, çəkişlər eləyəcəm. İzləmədə qalaq. İnşallah ki, maşınları çəkib göstərəcəm və canlı yayınımız da olacaq. TikTok səhifəsində orada qeyd eləyəcəm. Allahımızın köməkliyi ilə inşallah ki, ön tərəfdən çəkiş eləyəndən sonra, çəkişi bitirəndən sonra bir-bir maşınları çəkib göstərəcəm sizə. İzləmədə qalın. Bu Göyçay maşın bazarının girişidir, gördüyünüz kimi. Göyçay maşın bazarının girişində belə bir reklamımız var. Göyçay maşın bazarı, avtomobil bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Aşağıda nömrələr qeyd olunub: 050 51 627 46 83. Maşın bazarının rəhbərliyin nömrələridir. Həm zəng vuraraq, həm WhatsApp-da yazaraq Göyçay maşın bazarının haqqında ətraflı məlumat ala bilərsiniz. Elə bax bu qapıdan asta-asta içəri daxil olacağım. Bazarımızda, gecə bazarımızda gördüyünüz avtomobillər, bax Opel'lər var, Kia var, 07 var, arkada Ford'umuz var. Sonra bax 06'larımız, qəşəng 06'larımız var. Burada Infinity'miz var. Orada Volkswagen'imiz var, digər Opel'lərimiz, 06'larımız var. Belə çəkib göstərəcəm hamısını bir-bir. İnşallah ki, izləmədə qalaq. Və bismillah eləyək, çəkişimizə başlayaq. Allah hər birimizin işini avan eləsin. Baxıram, izləyirəm hər birinizi. Yəni hər bir maşın bazarında əziyyət çəkən Nəvay qardaşımızdır, Bərdə bazarından əziyyət çəkir, salamlayıram. Gəzi qardaşımızdır, TikTok üzərindən canlı yayımı olur, VIP 999 profili, onu buradan salamlayıram. Elvin qardaşımızdır, Nazlı xanımımızdır, onlar da salamlayıram, əziyyət çəkir. Və belə deyək də, bizlərin timsalında bazarlarda çəkiş eləyən, əziyyət çəkən bütün qardaşlar Allah işini avan eləsin. Bizdə də çəkib göstəririk sizlərə. İnşallah ki, Allahımızın köməkliyi ilə çəkişimizi eləyək. Daha sonra canlı yayımımız olacaq. Canlı yayıma da gələrək bazarımız haqqında məlumat, həmçinin də belə deyək, canlı yayımızı izləyərək bazarımız haqqında məlumat, həmçinin maşınlar haqqında da geniş məlumat ala bilərsiniz. Ya Allah, bismillah eləyib başlayıram işimə. Allah hər birimiz için avan eləsin. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Göyçay maşın bazarındayıq, gecə bazarındayıq. Gördüyünüz kimi maşınlarımız var, hər növ maşınlarımız var. Opel'lərimiz, Kia'larımız, Transitimiz var orada, 09'umuz var, 07'lər, Infinity, Volkswagen və orada da Opel'imiz falan var. Çəkib göstərəcəm. İlk çəkəcəyim maşın Opel
Astra markalı avtomobil olacaq. Maşın haqqında məlumatı özüm verəcəm, maşın sahibinin nömrəsində özüm qeyd edəcəm. Deməli, maşınımızın ili 1999-cu il istehsaldır. Motor 1.8-dir, avtomatdır. Motor, korobka, xodovol sistemi əla vəziyyətdədir. Kosmetik şey ehtiyacı yoxdur. Belə deyək, maşınımızın peçi, kondisioneri işlək vəziyyətdədir. Bugünkü günə qlobal bir problemi yoxdur. Maşınımızın satış qiyməti 8000 manatdır. Real alıcıya təbii ki maşının yanında endirim olunacaq. Maşın sahibinin nömrəsini qeyd edirəm. 050 629 44 26. Maşına hal-hazırda Göyçay maşın bazarında, gecə bazarında baxmaq mümkündür. Baxırıq, baxın, salon yaxşı vəziyyətdədir. 4 kişinin 4'ü də avtomatik qalxıb enir, yəni podyomnikdir. Maşının oturacaqlarında cızıqdan, sökükdən söhbət belə gedə bilməz. Yük yerini çəkib göstərəcəm. Maşınımızın yük yeri gördüyünüz kimi geniş vəziyyətdədir. Belə, yəni kim istəsə gəlib yaxından yük yerini qaldırıb baxa bilər. Nömrə üzərində qalacaq. Deyirsiniz nə nömrədir? Onunla nömrə satışda olmadığı üçün nömrə üzərində qalır. Və maşınımızın salonu, baxın, əyləşəcəm salona, belə vəziyyətdədir. Avtomat sürətlər qutusudur. 5 problem maşındır. Şitində çartdağı, partdağı falan yoxdur. Və əsas, maşınımızın əsas yerlərindən ən birincisi olan maşınımızın mühərrik yerini çəkib göstərəcəm. İnşallah ki, baxın, maşınımızın mühərrik yeri Ekatek motordur, 1.8 motordur, akkumulatoru yenidir, problemsiz. Vuruqdan, udardan söhbət gedə bilməz. Belə çəkdim, göstərdim, məlumatları da qeyd elədim. Sizə də bu maşın maraqlı gələrsə, qeyd elədiyim nömrəyə zəng vuraraq bu Opel haqqında daha ətraflı və geniş məlumat ala bilərsiniz. Opel'i çəkdim, göstərdim sizə. İndi isə digər Opel markalı avtomobilin çəkişini eləyəcəm. Məlumatları da özüm qeyd eləyəcəm bu maşın haqqında. Deməli, bu maşınımızın ili 2005-ci il istehsaldır. 1.3 dizel motordur. Xatırladaq ki, motor yenidən noldan yığılıb, sıfırdan yığılıb. Motor, korobka, xodovol sistemi əla vəziyyətdədir. Peç kondisioneri işlək. Qəşəng disk təkəri üstündə. Salon səliqəlidir. Mexanik sürətlər qutusudur. Bu qapı kilitlidir. Mexanik sürətlər. Maşınımızın bir dənə bu qapının üzündə kosmetik şey ehtiyacı var. Başqa heç bir problemi yoxdur. Maşının bir arxa qapısı açıqdır. Mən də çalışacağım oradan salonu çəkim, göstərim. Baxın, salon ümumi belə vəziyyətdədir. Mexanik sürətlər qutusudur. Problemsiz maşındır. Satış qiyməti hal-hazırda 8500 manatdır. Təbii ki, real alıcıya maşının yanında endirim olunacaq. Maşın sahibinin nömrəsini qeyd edirəm. 050 716 20 39. Maşın sahibimizin adı Qara əmimizdir. Qara əmiyə buradan atəşli salamlar olsun. Maşına Göyçayda baxmaq mümkündür. Barter təklifinizi və maşın haqqında ümumi məlumatı maşın sahibinin nömrəsinə zəng vuraraq məlumat ala bilərsiniz. Baxırıq maşına, yəni bir daha qeyd edirəm, motor, korobka, xodovol sistemi əla vəziyyətdədir. 5 problem bir maşındır. Bir dənə görək, yük yeri açıqdır. Bəli, yük yeri açıqdır. Baxırıq, yük yeri belə vəziyyətdədir. Daha yaxından maşına baxmaqdan ötəri və həmçinin məlumat almaqdan ötəri maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsinə zəng vuraraq həm maşına yaxından baxa bilərsiniz, həm ətraflı məlumat ala bilərsiniz. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, növbəti Opel markalı avtomobilin çəkişini eləyəcəm sizlərə. Bu maşın haqqında da məlumatı özüm qeyd eləyəcəm. Bu maşınımızın da ili 99-cu il istehsaldır. Motor 1.6'dır, mexanikadır, motor, korobka, xodovol sistemi əla vəziyyətdədir. Salon səliqəlidir. Oturacaqlarda cızıqdan, sökükdən söhbət gedə bilməz.
Pec kondisioner işlək vəziyyətdədir bu maşınımızda da. Satış qiyməti 8000 manatdır. Real alıcıya maşının yanında, maşına baxdıqdan sonra endirim, qiymətdə endirim oluna bilər. Maşın sahibinin nömrəsi 050 629 44 26. Xatırladaq ki, 3 maşın çəkmişəm. Həm Opel, həm Opel, həm bu Opel haqqında da. Yəni geniş məlumat ala bilərsiniz qeyd elədiyim nömrəyə. Həmçinin də bütün çəkəcəyim maşınlara da kredit şərti mümkündür. İlkin ödəniş haqqında qeyd elədiyim əlaqə nömrəsinə zəng vuraraq kredit şərtləri haqqında da məlumat ala bilərsiniz. 4 şüşə podyomnikdir, mexanikadır, motor, korobka, pec, kondisioner hamısı işlək vəziyyətləri problemsizdir. Şiddət çatdaqdan, partdaqdan söhbət gedən bilməz. Mühərrik yerini çəkim, göstərim sizlərə. Qapı rezinləri yeni dəyişdiyi üçün mühərrik yerini çəkib göstərəcəm. Qapı rezinləri yeni dəyişdiyi üçün qapılar ola bilsin, tam örtülməyə bilər. Baxırıq. Yük yeri, baxın, belə vəziyyətləri, görünən vəziyyətləri. Və gedək mühərrik yerini çəkək, göstərək sizlərə. Mühərrik yerini çəkim göstərim sizlərə. Baxın. 1.6 motordur, akkumulatoru yeni, motor problemsiz, vuruqdan, udardan söhbət gedə bilməz. Bir daha qeyd edirəm, ili 99-dur, 1.6 mexanikadır, motor, korobka, xadavoy sistemi əla vəziyyətləri, pec kondisioner işlək vəziyyətləri, satış qiyməti 8000 manatdır. Real alıcıya maşının yanında, maşına baxdıqdan sonra endirim olunacaq. Telefon nömrəsi qeyd edirəm, 050 629 44 26. Maşın sahibinin adı Bəkir qardaşımızdır. Maşına hal-hazırda Göyçay maşın bazarında baxmaq mümkündür. TikTok səhifəmin izləyiciləri, Kia Rio həvəskarları, sizlər üçün Göyçay maşın bazarının gecə bazarında Kia Rio çəkib göstərəcəm. Məlumatları da özüm qeyd eləyəcəm. Deməli, maşınımızın ili 2005-ci il istehsalıdır. Motor 1.5 turbo dizel motordur. Motor, korobka, xadavoy sistemi əla vəziyyətdədir. Pec kondisioner işlək vəziyyətləri, mexanik sürətlər qutusudur. Salon səliqəlidir. Çəkib göstərəcəm salonu. Bir dəqiqə. Salon gördüyünüz kimi yaxşı vəziyyətdədir. Problemsizdir salon. Görürük. Ön şüşələr podyomnikdir. Həmçinin yük yeri də baxın belə vəziyyətdədir. Yük yerini artıq real alıcılar gəlib qaldıra bilər. Satış qiyməti 9000 manatdır. Real alıcıya maşının yanında endirim olunacaq. Telefon nömrəsi, maşın sahibinin telefon nömrəsi 050 629 44 26. Maşına Göyçay maşın bazarında baxmaq mümkündür. Deməli, ön şüşələrin ikisi də podyomnikdir. Salon bir daha qeyd eləyirəm, səliqəlidir. Oturacaqlarda cızıqdan, sökükdən söhbət gedə bilməz. Və 284.334 kilometr orijinal yürüyüş. Mexanik sürətlər qutusu, korobkada problem yox, motorxanada problem yox, pec kondisioner işlək vəziyyətdədir. İndi mühərrik yerini qaldırıb çəkəcəm sizlər üçün. Görək mühərrik yerində vəziyyət nədir? Maşının ümumi kosmetikası əla vəziyyətdədir. Kosmetikaya ehtiyacı yoxdur. Deməli, baxırıq. 1.5 turbo dizel. Motor əla vəziyyətdə, akkumulatoru yeni, vuruqdan, udardan söhbət gedə bilməz. Sizə də bu maşın maraqlı gələrsə, qeyd elədiyim nömrə ilə zəng vuraraq bu maşına yaxından ətraflı baxa bilərsiniz. Dəyərli hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 09 həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında 09 çəkib göstərəcəm. Sahibi yanımızdadır. Bir dənə qısa bir məlumat alacağıq. Salam əleykum qardaş, bazar olsun. Məlumat alaq inşallah. İl neçənci ildir? İli 97'dir. 97'dir. Motor, korobka, xadavoy sistemində problemi yoxdur. Motoru nə motordur? Motor 06. 06 motordur. Yəqin ki, yağ yeməyi falan yoxdur. Yox. Sizdə olarkən vuruğu, udarı, dəyişəni? Valla dəyişəni yox olmuyor. Prosta bir iki yerində çürükləri olub, o çıxarılır. Çıxarılır. Qiyməti nədir? Qiymət 3100. 3100 manat. Deyirik.
Deyirsiz. 2100 deyirik. Endirim olunacaq. Maşının yanında olacaq ancaq. Telefon nömrəsi işte. 055 Aha. 876 94 55. 055 876 94 55. Adın? Səyid. Səyid, maşına harda baxmaq olar? Maşına 6 nömrəli tərəfdə. Göyçaytın Göyçay, rayonunda hə, arasında. rayonunda. Hansısa maşınla barterə gedərsiniz, yoxsa nağd pula ehtiyac var? Nağd pul. Nağd pul. Nömrə üstündə qalacaq. qalacaq. Hə. Nömrə, yəni qəşəng nömrədir, belə deyə, bahalı nömrədə olmalı. Hə. 10210 olsaydı lap əla olardı. İndi Lap 209 əla. olub. Nömrə üstündə qalacaq. Qalacaq. Deməli Səyid qardaşdan məlumat aldıq. 97-nin 09-udur. Motor 06 motordur. Motor, korobka, xadavor sistemi maşın sahibinin verdiyi məlumata görə ideal vəziyyətdədir, yaxşı vəziyyətdədir. Nömrə üzərində qalacaq. 3100 start qiymət. Real alıcıya maşının yanında təbii ki endirim olunacaq. Barter yoxdur, nağd satışdır. Baxırıq. İşıq yandırım bir dənə. Mən də bu çəkişi davam eləyək. Salon göründüyü vəziyyətdədir. Bu qapı deyəsən bağlıdır, kilitlidir, eybi yoxdur. Mən isə Səyid qardaşdan xahiş edəcəm bir dənə mühərrik yerini qaldırsın. Mən də maşının yük yerini çəkib göstərim. Baxın, yük yeri belə vəziyyətdədir. Tam belə çəkib göstərmirəm. İstəyən şəxs gəlib, yəni maşının yanında maşına daha yaxından baxa bilər. Bu da maşınımızın mühərrik yeri. 06 motordur. Belə 3100 start qiyməti. Real alıcıya endirim olunacaq. Sizə də bu 09 maraqlı gələrsə, Səyid qardaş telefon nömrəsi qeyd elədi. O nömrə ilə zəng vuraraq bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilər. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Ford Transit həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında, gecə bazarında Ford Transit markalı avtomobilin çəkişini eləyəcəm. Məlumatları qeyd eləyəcəm. Deməli maşınımızın ili 92-ci il istehsaldır. Motor 2.5. Mexanik sürətlər qutusu, motor, korobka, xadavor sistemi əla. Maşınımızın cüzi işləri ola bilər. Məsələn, paprez orada çatdaqdır. O, yəni qiymətdə nəzərə alınacaq. Qiymət demiş, qiymət 8200 manat. Real alıcıya endirim olunacaq. Maşın sahibinin nömrəsini qeyd eləyəcəm sizlərə. Bir dəqiqə. Hə, maşın sahibinin nömrəsi 050 629 44 26. Maşına hal-hazırda Göyçay maşın bazarında baxa bilərsiniz. Çəkək, göstərək maşınımızın salonunu. Baxın, maşınımızın salonu belə vəziyyətdədir. Bir dənə işıq tutum salona. Salon belə vəziyyətdədir. Problemsiz. Bu da maşınımızın yük yeri. Görək açıqdır mı? Aha, maşınımızın yük yeri açıqdır. Belə. Yüngül, yəni bax belə bir stopu qırıqdır. Yüngül işləri falan var. Maşınımızın yenə də qeyd eləyirəm. Real alıcıya bu deyəsən yan tərəf bağlıdır. Yox, açıq. Bu da yan tərəfdən maşınımızın görünüşü. Bu da ön sərnişin tərəfdən maşınımızın görünüşü. İndi mühərrik yerini qaldırıb çəkim. Bu da maşınımızın mühərrik yeri. Belə çəkdim, göstərdim. Sizə də maraqlı gələrsə bu Ford maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında.